Salam dostlar, bir gün size təzə tısbağamı göstereceğim. Çünkü indi təzə tısbağamın yanında. Yok, diğer videoda demiştim ki təzə tısbağamı size gösterdim. Ve indi təzə tısbağamı göstermeye başladım. Gedək Mehmet'in yanındadır təzə tısbağ. Ona hələ ki ad koymamışıq. Mehmet oralardalar. Gedək baxaq oralara. Hə, təzə tısbağamız buradadır. Seçim onun yanına. Setka var ortada. Cücelerimiz de burada gezdiler. Təzə tısbağa burada. Mehmet yanında. Dostlar, təzə tısbağamız budur. Baxın. Ağara qaçsa. Təzə tısbağamızın ayağı yoxdur. Gördüyünüz kimi. Bunu mən qəşəng bir yerə qoyum. Gördüyünüz kimi təzə tısbağamız budur. Qabaq dırnaqları yoxdur bunun. Baxın, qabaq dırnağı yoxdur. Dırnaqları yoxdur qabaqda, arka dırnaqları var. Dostlar, bu erkəkdir. Mehmet, sən demə dişidir. Mehmet dişidir. Mehmet'in tozbik dişidir, bu erkəkdir. Buna hələ ki ad qoymamış. Kim hansı adı istəyirsə yoruma yazsın, desin o adı qoyaq. Ən çox yorum hansı adı gəlsə onu qoyacaq. Sağ olun, bugünlük videomuz bu qədər. Yox, sizə bir salyangozlarımı göstereyim. Salyangozlarım orada. Onların dişine erkek olduklarını size diyeyim. Hazır dişilerini seçerek. Salyangozlar burada. Dostlar. Bakın. Bu açık renk olan erkəkdir. Dişi tünd renk olan dişidir. Bu dişidir. O günlərim yağış yağanda çütləşirdiler. Balalayacaqdır. Bu da erkəkdir. Açıq renk erkəkdir. Bu da dişidir. Tünd renk. Bunlar da qabıqdır. Elə belə qoymuşam bura. Bunlar da qabıqlardır. İçində heç nə yoxdur. Sağ olun dostlar. Bugünlük videomuz bu qədər. Daha çox